Hansı Azərbaycanlı jurnalist kosmosda ola bilərdi, amma başqa bir Azərbaycanlı oldu. 1989-cu il SSR Baş Kosmos İdarəsi ilə Yaponiyanın TBS kanalı arasında ilk Yaponiyalı jurnalistin Soyuz kosmik gəmisi ilə Mir kosmik stansiyasına göndərilməsi barədə müqavilə imzalanır. Bu həm də uçuş uğurla həyata keçirilərsə, nəinki ilk Yaponiyalı, həmçinin də ilk jurnalistin kosmosa getməsi demək idi. Kosmosda o dövrlər üçün ilkləri sevən Sovetlər niyə belə bir ilki Yaponlara buraxaq deyə düşünüb, həmin müqavilədən cəmi bir həftə sonra özləri oxşar müqaviləni imzalayırlar. İlk jurnalist hər kəsdən öncə SSR-dən kosmosa göndəriləcəkdi. SSR Jurnalistlər İttifaqında Kosmos Komissiyası yaradılır. Kosmosa gedəcək jurnalistləri seçmək üçün müsabiqə elan edilir və 300-dən çox namizəd arasından bəzi mənbələrə görə 38, bəzi mənbələrə görə isə 20 nəfər jurnalist seçilir. Və bəli, onların arasında olan jurnalistlərdən biri də Azərbaycanlı idi. Elmira Əmrəh qızı. Oğlu o dövr barədə bunları qeyd edir. 6 sentyabr 1989-cu ildə anam SSR Jurnalistlər İttifaqının keçirdiyi müsabiqənin qalibləri ilə birlikdə Baykonur kosmodromuna yollanmışdı. Amma təəssüf keçirilən tibbi müayinələr nəticəsində Elmira xanımın səhhəti uçuş üçün məqbul hesab olunmadı və nəticədə seçilən yekun jurnalistlər arasında adı yox idi. Amma yenə də başqa bir Azərbaycanlı dolayı yola bu missiyada iştirak eləmiş oldu. Musa Manarov. Sovetlər hələ də kosmosa göndəriləcək ilkin jurnalistin seçimlərinə başları qarışmışkən, əslində Yaponlar onları çoxdan qabaqlamışdı. 90-cı il dekabrın 2-də Soyuz TM-11 kosmik gəmisi ilə Mir orbital kosmik stansiyasına yollanan həm ilk Yaponiyalı, həm də dünyada kosmosa yollanan ilk jurnalist Toyohiro Akayamanın yol yoldaşları uçuş komandiri Viktor Afanasyev və Azərbaycanlı uçuş mühəndisi Musa Manarov idi. Bu Musa'nın kosmosa ikinci və uzun müddətli missiyalarından biri olacaq idi. Bu haqda başqa bir video söhbət açarıq. Çünki Azərbaycanlıların kosmik irsi barədə danışılsa hələ çox şey var. Növbəti cavab axtaracağımız sual isə